Ölkə batır camaat, məcazi mənada yox, sözün əsl mənasında batır. Bu dəfə biz həqiqətən də puxun içindəyik. Amma mənə elə gəlir ki, bu xalq öz evinin qonaq otağında kanalizasiya sularını görməkdən həzz alır. Həzz almasaydı, bu boyda biabırçılığa necə susa bilərdi, necə dözə bilərdi? Heç nədə müsibət. Evlərim indi suyun içindədir, xaladenik, bütün əşyalarım batıb. Hələ evimə mən girə bilmirəm. Suyun içində çörəyi götürmüşəm, bir kloklara qoymuşam, qonşulara çörək paylamışam. Qonşularımdan da soruşa bilərsiniz. Eləsi var yuxarıdan torba sallayıb, çörək qoymuşam torbaya qaldırıb yuxarı. Eləsi də var qapısını döymüşəm. Vallah bizim ölkədə hər şey tərsinə işləyir. Adətən deyirlər ki, su həyat mənbəyidir. Amma Bakının sularında vətəndaşlar boğulub ölür. Deyirlər, su paçılıqdır, təmizlikdir. Amma Bakıda sular bütün çirkabı, zirzibili üzə çıxardır. Bugün mən də bir çoxlarının zibillərini üzə çıxardacağam. Hazır olun. Məcbur suyun içində yaşamalıyıq da. Çünki bəzi vəzifəlilər oturublar yuxarıda öz xeyirləri üçün. Keyf verirlər, biz də suyun içində yaşayaq da. Biz zəhmət çəkək, onlar yesin. Siz bilirsinizmi, niyə bugün Bakı kanalizasiya sularının içində batır? Bilirsinizmi, niyə cəmaatın həyət evlərinə, yaşayış binalarının zirzəmilərinə sel tökülür? Niyə vətəndaşların avtomobilləri suyun içində məhv olur? Bunun çox sadə cavabı var. İlham Əliyevin korrupsiyası. Acgöz Əliyevlərin ən çox pul qazandığı sahələrdən biri yollardır. Yollarda olan yeyinti bəlkə də heç bir sahədə yoxdur. Keyfiyyətsiz yollar bizə soxuşdurulur, dövlətin büdcəsindən ayrılan milyardlar isə Əliyevlərin şəxsi ailə büdcəsini doldurur. Yəni yol olan yerdə inkişaf da var. Və Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturu yaradılır. O cümlədən Bakı qəsəbələrində. İlham Əliyev o qədər özünü hörmət eləməyən prezidentdir ki, 2 həftə əvvəl ailəsi ilə birlikdə açdığı park bugün suyun içində batıb. Gəlin baxaq, İlham Əliyev Bakı şəhər icra hakimiyyətini buna görə cəzalandırıbmı? Əlbəttə ki, yox. Çünki özü də həmin başçı kimi ləyaqətsiz peysərdir. Normadan artıq daha böyük həcmində yağış olub. Bugün axşam oturub götür-qoy etməliyik, təhlil etməliyik. Niyə görə? Bax, bu konkret bu yerdə bu cür vəziyyət yaranır. Ola bilər tikinti vaxtı bəzi nöqsanlara yol veriblər. Başqa bir ölkədə hansısa bir məmur Eldar Əzov kimi çıxıb desəydi ki, yağış normadan artıq yağıb deyə ona görə cəmaat kanalizasiya sularının içində üzür. Orada cəmaat ayağa qalxıb, həmin məmuru bir cüt qozdağından asardı. Amma bizdə İlham Əliyev də, onun məmurları da bu xalqı qozuna almır. Öz cinayətlərinin məsuliyyətini dilsiz, ağızsız yağışın üstünə atıb kef edirlər. Necə deyərlər? Sudan quru çıxırlar. Amma bugün mən sizə sübut edəcəm ki, Bakı normadan artıq yağışın yox, normadan artıq yeyintinin qurbanıdır. Bəli. İndi yol çəkilişi sürətlə gedir. İndi Sabunçu rayonunun yollarının da təmiri ilə bağlı işlər aparılır. Yəni çalışırıq ki, maksimum nə mümkünsə edək ki, İnsanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın. Yağan yağış, loru dildə desək, hansısa deşiyə tökülüb xaric olmalıdır, düzdürmü? Amma o deşiklər yoxdur. Çünki yollar düzgün tikilməyib, kanalizasiya sistemləri düzgün qurulmayıb. Çünki İlham Əliyev yolların tikintisi və bərpası üçün ayrılan milyardları qatlayıb öz cibinə qoyur. Az miqdarda pul isə Azəravtayol üçün ayrılır ki, onunla həm keyfiyyətsiz yol çəkilsin, həm də Azərbaycan Avtomobil Yolları Agentliyinin sədri özünə bir villa da tikə bilsin. Məsələn, deyək ki, İlham Əliyev Nərmanov rayonunda hansısa yolun inşası üçün 50 milyon manat ayırır. Bu pulun 70%-i əyri-üyrü yollarla İlham Əliyevin qara kassasına köçür. Qalan 30% isə Azəravtayolun əlinə düşür. Bu sxemin necə işlədiyini sizə İlqar Hacıyev izah edəcək. O əvvəllər Akkor şirkətinin rəhbəri olanda İlham Əliyev onunla necə iş görürdü və bu pulları necə ələ keçirirdi? Bu haqda məlumat verəcək. Heç birinci konkurs tenderzat olmur. O ancaq birbaşa İlham Əliyev kimə ki
icazə verdi, o adam onu, o şirkət o yolu tikir və yaxud da tuneli tikir. Orada da deməli sxem necə işləyir? 100 milyon Azəryol servisə ayrılırsa, onun 70%-i həmən qayıdır geri qara kassasına, İlham Əliyevin qara kassasına. 30%-i də qalır deyək Azəryol servisə və yaxud da hansısa bir şirkətə. O 30%-lə də həm yol tikilir, həm villalar alınır. Ona görə də bir gün ölkə qalıb pis günə. Həm yollar bərbad gündədir, həm şəhərin su kanalizasiya sistemi hiç yoxdur. Çünki oradan artıq 70% uğranandan sonra orada bütçə qalmır. Nə suya, nə kanalizasiya, nə də düzgün drenaja. İlqar, sən deyirsən ki, 70% pulun İlham Əliyevin qara kassasına qaytarılırdı. Qara kassa nə deməkdir? Deməli, qara kassa Azərbaycanda hər bir ağlı olan insan başa düşür ki, qara kassa İlham Əliyevin, deməli, Heydər Əliyev fondudur. Bütün ki, nə qədər ki, belə qara pullar, büdcənin atqatları, hamısı fərqli yollarla gedir, axışır bir mərkəzə, qara kassaya, Heydər Əliyev fonduna. Oradan da artıq İlham Əliyev, mən bayaq dediğim kimi, afşorlarla və yaxud da başqa yollarla o pulları hamısını keçidir öz ailəsinə, uşaqlarına, balaca Heydərə. Həmin o pul İlham Əliyevin qara kassasına, yəni Heydər Əliyev fonduna necə köçürülürdü? Nağd şəkildə yoxsa bank hesabına? Bax, bu proses necə baş verir? Deməli, proses belə. Mənim hesabıma pullar gəlir. Məni məcbur eləyirlər ki, mən onu nəqd eləyim, çıxardım hesabımdan. Ondan sonra iki yol göstərdilər. Ya birbaşa Bəylər Eyübova sumkalarla aparılıb verilirdi və yaxud da ikinci yol var idi. Cavid Qurbanov onu gene de Bəylər Eyübova'ya, Rafiq Eyübova aparıb çatdırırdı. Üçüncü yolda var idi, Altay Həsənova gedib çatdırdı o pullar. 3 tane yolla o pullar birbaşa axışır qara İlham Əliyevin kassasına, Heydər Əliyev fonduna. Artıq aydındır ki, İlham Əliyev ayrılan büdcənin 70%-ni atqat kimi özünə götürür. Qalan pulu isə müvafiq qurumların həvaləsinə buraxır. Gəlin sizə yenə konkret bir misal göstərim. 3 ay öncəsinə qədər Azəravtoyolun sədri Salih Məmmədov idi. Bu şəxs Qarabağda, Bakı-Sumqayıt yolunda bir sözlə hər yerdə keyfiyyətsiz yollar tikirdi. Bayaq dediyim kimi ayrılan büdcənin 30%-i ona çatırdı. O da bu puldan həm yol çəkməli, həm də özünə villa tikməli idi. Amma burada başqa bir məsələ də var. Azəravtoyolun sədri bu boyda pulu tək başına basıb yeyə bilmir. Korrupsiya ilə mübarizə idarəsinin də dolyası çatmalıdır. DTX-nın da, prokurorluğun da, lord dildə desək, hamının tası verilməlidir ki, yeyintilərə heç kəs ilişməsin. Aydındır? Salih müəllim, yağışlar başlayıb və yağışların artıq yaratdığı problemlər də özünü göstərir. Yollarda görməçələr yaranır, bu görməçələr tıxaca gətirib çıxarır. Sizcə Bakı bu payıza, qışa necə hazırlaşır? Sistem elə qurulub ki, hər məmurun arxasında bir paqonlu dayday durur, onu qoruyur. Götürək elə Salih Məmmədovun özünü, onun el dili ilə desək, Kırışası DTX-nın rəisi Əli Nağıyev idi. Salih Məmmədov fırlatdığı pulları Əli Nağıyevlə dədə malı kimi bölürdü. Əli Nağıyev də onun özbaşınalığına şərait yaradırdı. Mən Azəravtoyolun keçmiş sədri Salih Məmmədovun Nabranda, dəniz kənarında olan villasını çəkmişəm. Gəlin sizi də o səyahətə aparım və maraqlı bir şey göstərim. Siz xoş gəlmisiniz. Mən də sizinlə salamlayıram və bugün bizimlə gəlib görüşməyinizə görə minnətdarlıq bildirirəm. Baxın, bura Nabrandır. Hər kəs bu yolu tanıyır. Dronu qaldırıb baxanda Azəravtoyolun keçmiş sədri Salih Məmmədovun dəbdəbəli villasını görürəm. Pəncərələrindən dəniz mənzərəsi açılır. İnsanlar şəhərin mərkəzində kanalizasiya sularına qərq olanda, bütün Bakını sel basanda Salih Məmmədov Nabranda oturub dənizin dalğalarını uzaqdan seyr edirdi.
Amma burada çox maraqlı bir məqam var. Diqqətlə baxın. Salih Məmmədovun villasının düz yanında başqa bir oxşar villa tikilir. Sual yarana bilər. Salih bəyəm başı xarabdır ki, qonşuluqda özü üçün birəbir eyni villa tiksin. Özü də ayrıca torpaq sahəsində. Deməli, bu villa başqası üçün tikilir. Həmin o tikilən villanın torpaq sahəsi isə Nigar Qarayeva adlı bir Azərbaycan vətəndaşına məxsusdur. Bu da həmin o Nigar Qarayevanın fotosu. Salih Məmmədov niyə öz villasına oxşar villanı Nigar adlı qadın üçün tikir? Kimdir bu Nigar Qarayeva? Hə, bu Nigar DTX-nın rəisi Əli Nağıyevin doğmaca qızıdır. Salih Məmmədov oğurladığı pullardan həm özünə villa ucaldır, həm də paqonlu dostu Əli Nağıyevə. Bu villa Əli Nağıyevə rüşvətdir. Deməli, bu deməli köhnə sxemdir, yəni yeni bir sxem deyil. Mənim dövrümdə o vaxtı məni şəxsən məcbur eləyirdilər Fuad Ələsgərova mənzil təmir eləyim. Balaca Heydərə Qubada villa tikim. Yəni bütün İlham Əliyevin ətrafında olan generallara, hətta o vaxtı Ramiz Mehdievin özünə belə paylar tikilirdi, belə villalar tikilirdi və iş adamı və yaxud da bir nazir, hassasa bir generala, nə qədər İlham Əliyevlə yaxın olursan ol, birbaşa o generalların özünə villa, ev, pay eləməsən, deməli həmən elə generallar sən İlham Əliyevin böyründə torbanı tikib səni pis günə qoyacaqlar. Dəyərli izləyicilərim, bu cür oyunlar haqqında eşitmiş olar. Kiçik məmurlar özlərindən vəzifəcə böyük məmurların balalarına mülklər, avtomobillər hədiyyə edərək öz aralarında haqq hesab bağlayırlar. İndi soruşa bilərsiniz ki, niyə Nigar atası kimi Nağıyev soyadını daşımır? Çünki Əli Nağıyev öz qızını Sumqayıt Hərbi Komissarlığın rəisi general-mayor Natiq Qarayevin oğlu ilə evləndirib. Əli Nağıyev və Natiq Qarayev qudadır. Ona görə də Nigar xanım bu soyadı daşıyır. Salih Məmmədov Nigar xanıma villa tikir. Əli Nağıyev isə Salih Məmmədovun korrupsiya cinayətlərini ört-basdır edir. Salih Məmmədov 2017-ci ildən 2026-cı ilə qədər büdcəni sağa-sola talayandan sonra 3 ay əvvəl işdən çıxıb. Bugün isə xalqımız kanalizasiya sularının içində qalanda, işə, evə, imtahana çata bilməyəndə Salih Məmmədov bahalı evində oturub dincəlir. Ona qarşı nə cinayət işi açılıb, nə mülkləri müsadirə olunub. Çünki vaxtilə hamının payını necə lazımdır çatdırıb. Çirkli pullar İlham Əliyev və Əli Nağıyevin cibinə, çirkli sular isə sadə xalqın evinə, küçələrinə, yollarına, maşınlarına dolub. Çünki bu ölkədə yaxşı işləyən yeganə sistem korrupsiya sistemidir. Bax belə, əziz izləyicilərim, çalışın, boğulmayın. Allah İlham Əliyevin balalarına, ailəsinə lənət eləsin.